Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugün şabaltın asan formada qabığından necə təmizlənmə qaydasını sizlərə göstərmək istəyirəm. Deməli, əvvəlcə bir qazanda su qoymuşam qaynasın. Daha sonra şabaltları qabığından biraz təmizləyirəm. Bizim burada 1 kiloqram şabaltımız var. Deməli, mən bu şabaltı 2 hissəyə, 2 dəfəyə suya əlavə edib sudan çıxarıb təmizləyəcəm. Əvvəlcə bütün şabaltları bu formada, yəni şabaltın baş tərəfindən aypara formasında qabığından kəsib çıxardıram. Daha sonra qaynar suya şabaltın yarı hissəsini əlavə edib sudan çıxarıb təmizləyəcəm və təmizlədikdən sonra digər yarı hissəni də eyni qaydada hazırlayacağım. Sizin üçün daha rahat olsun deyə, məsələn 1 kiloqram şabalıqdırsa, siz onu 3 dəfəyə və yaxud 4 dəfəyə qaynar suda hardasa 3 dəqiqə, 4 dəqiqə qaynadıb hissə-hissə çıxarıb təmizləyə bilərsiniz. Yəni bildirmək istəyirəm ki, bir dəfəlik bütün şabaltı suda qaynadıb birlikdə hamısını çıxartsanız təmizləməyə, yəni əvvəl rahat təmizlənəcək, daha sonra şabaltlar soyuduqca onun iç pərdəsi özünə yenidən möhkəm yapışacaq, bərkiyəcək və təmizlənməsi çətin olacaq. Odur ki, ən rahatı odur ki, hissə-hissə təmizləmək. Mən burada 2 hissəyə bölürəm, təmizləyirəm. Yəni ola bilər ki, bəzi xanımlarımız üçün çətin olsun deyə. Əslində çətin deyil. Gördüyünüz kimi bax bu formada çox rahat şəkildə qabığından ayırmaq olur şabaltı. Amma çətin olmasın deyə daha rahatı odur ki, məsəl üçün 1 kiloqramı bayaq qeyd elədiyim kimi 3 dəfəyə, 4 dəfəyə qaynar suda hissə-hissə, o daha rahat olar sizin üçün. Gördüyünüz kimi eyni qaydada çox rahat, gözəl, yəni əziyyət çəkmədən bütün şabaltları bu formada qabığından ayırıram. Daha sonra ikinci hissəni yenidən, yəni şabaltın qalan hissələrini də, qalan şabaltları da qaynar suda eyni qaydada qaynatdım. Hardasa çox da qaynatmağa ehtiyac yoxdur. Yəni şabaltlar çox bişməsin, əzilməsin, yəni içərisində, qabığın içərisində qırılmasın deyə. Bir 3-4 dəqiqə qaynasa kifayət eləyir. Bütün şabaltları tam təmizlədikdən sonra heç soyumasını belə gözləmədən salafan kloka yığdım və buzluqda saxlayıram. Yəni bu qaydada saxlamaq, təmizləyib saxlamaq çox rahatdır. İstənilən vaxtı, yəni aşqarası üçün, şirin kələm dolması üçün, yəni müxtəlif yeməklərdə istifadə eləmək üçün çox rahat şəkildə buzluqdan götürüb istifadə eləmək olar.